Lazımdır. Doğrudan çox lazımlı şeydir. Əvvəllər fikir vermirdim, deyirdim, suda fərqi nədir? Nə soğur olsun. Sonradan uşaq olandan sonra keçici o bidonlu sulara. Ondan sonradan problemlər çıxdı. Hər dəfə sifariş məsələlərində problemlər yaşanırdı. Su qutarıb, qutaracaq, bugün sifariş edək, sabah sifariş eləyək, başım təmiz şişirdi. Amma su filtri rahatçılıqdır, can rahatçılığıdır. İkimiz də işləyirik. Oğlum məktəbə gedir. Biz axşamlar evdə oluruq deyə çox vaxtı su sifariş edə bilmirdik. İş vaxtımızı düşürdü. Elə olurdu ki, evə gəlirdik, evdə su yoxdur. Bir də marketə gedib 5-10 litr su alıb gəlməliydik. İndi də su filtri almışıq, elə bir problemimiz yoxdur. Nə vaxt istəyirik, təmiz su içə bilirik. Qiymət məsələsi də var da. Bidonla su alanda gözə görünmürdü. Bir dəfə oturub hesabladım, baxdım ki, yox. Rahat ayda 50-60 manat suya pul çıxır. Elə bir kredit çatdı, ömür boyu gərək bundan pul verəm. Filtrə isə bir dəfə ələk verdim pulu. Canım rahat, vəssalam. Mən də araşdırdım, axtardım, hər bir şey məsləhət görürdü. Ucuzu da var idi, pahalısı da var idi. Hələ biri var idi, 2000 manata satırdılar. Mən də cəmi EcoSoft filtrini 500 manata aldım. Dost tanış da məsləhət görürdü. İndi çox razıyam. İndi məndən soruşanlara da mən də məsləhət görürəm. EcoSoft filtri və Eurofiltr Azərbaycan. Bilirsiniz, tez-tez su sifarişi etməyə alınmır. Ona görə də məcbur idik ki, 2 həftəlik suyu qabaqcadan alıb evdə saxlamağa. O da yer tuturdu. Getdikcə də su köhnəlirdi. Çoxsu bilmir, amma köhnə su tam da verirdi, həm də ziyandı. Su filtri qoyandan sonra bu problem yox oldu. Əla. Əsas mən narahat eləyən məsələlərdən biri də o idi ki, elə bilirdim ki, filtr qurlaşdırılan zaman dağıntı falan çox olur. Elə buna görə də bu işi bu qədər uzatmışam. Sonradan izah elədilər. Videolardan da gördüm ki, elə deyil. 1 saatda quraşdırırlar. Bir həftə sonra sifariş verdim. Gəldilər 1 saatda quraşdırdılar. Mənim də canım qurtardı. Başqa nə üstünlükləri var? Filtr suyu ilə üzümü yuyandan sonra üzümün dərisi yumşalıb. Səpkiləri də gedib. Əllərimin də dərisi yumşaqdır. Əslində qabaq mən buna inanmırdım. Çox deyirdilər. Amma özüm proba eləyəndən sonra gördüm ki, həqiqətən belədir. Çox adam düşünür ki, evdə, mətbəxdə su filtri quraşdırmaq çətin, vaxt aparan və dağıntılı bir prosesdir. Əslində həqiqətən də asan deyil. Amma işinin peşəkarı olan şirkətlər üçün bu 2 vuraq 2 qədər sadədir. Məsələn, bizim üçün bu proses maksimum 1 saat vaxt aparır. Gəlin bunu sizə qısa, amma tam izah edim necədir. Su filtri quraşdırılmaq üçün demək olar ki, tam hazır vəziyyətdə gəlir. Ustalarımız üçün lazım olan detallar qablaşdırmada mövcuddur. Mətbəxdə moykanın altında filtr üçün yer təyin olunur və kran üçün dəlik açılır. Soyuq su xəttinə lazım olan detallar əlavə olunur və kanalizasiyanın yeri təyin olunur. Filtr quraşdırıldıqdan sonra bütün bağlantılar kontrol olunur və bir daha əmin oluruq ki, heç bir su sızıntısı yoxdur. Filtrin təmizlədiyi sudan tez, qəşəng bir çay dəmləyirik. Çayımızı içə-içə filtrin istifadə qaydaları haqqında bir daha ətraflı məlumat veririk və zəmanət təqdim edirik. Xeyirli olsun.